Salam, kanalıma hoş geldiniz. Bugün Novruz bayramı için yumurta boyayacağım. Bilerekten 2 renk yumurta götürdüm. Bundan başka mənə şeker tozu, Mekke çiçeği, sarı kök, şərab, istəməsəz bunu boyayla da əvəz edə bilərsiniz. Sirkə və belə bir qızıl yarpaqlar. Başlayaq. 2 xörək qaşığı sarı kök, 4 xörək qaşığı da Mekke çiçeği. Yumurtaları yerləşdiririk. 2 dənə ağ yumurta qoyacağım. 1 dənə də daha tünd olanı. Və suyu üzərinə çıxana qədər doldururam. Qaynara düşəndən sonra 15 dəqiqə qaynadıram. Qazana 2 ağ və 2 daha tünd renk olan yumurta yerləşdirirəm. Bura 1 dolu xörək qaşığı şeker tozu əlavə edirəm. Bir dolu belə deyək xörək qaşığı Mekke çiçeği və üzünə çıxana qədər şərab tökürəm. Ocağın üstünə qoyub 15 dəqiqə qaynara düşəndən sonra qaynadıram. Ocağı keçirirəm və tam soyuyana qədər bu məhlulların içində qalır yumurtalar. Şərab əvəzi başqa bir boyada istifadə etmək olar. Mən indi Mekke çiçeğindən, yəni karkadedən istifadə edəcəm. Bura 2 dolu qaşıq şeker əlavə edəcəm. Və qaynayanda da biraz sirkə. Ocağın üzərinə qoyub qaynamağa başlayandan 15 dəqiqə pişirirəm. Pişirdiyimiz yumurtalar həmən məhlulda soyuduqdan sonra onları başqa bir qaba yerləşdirdim və üzərinə qaynatdığım suyu tökdüm. Nəyə görə? Ki 5-6 saat bu suyun içində gözləyib rəngi qəşəngcə alsın. İndi biz yumurtaları buradan çıxarıb silib qaba qoyub qurumağını gözləyəcəyik. Yumurtalarımız hazırdır. Gördüyünüz rəngləri əldə etdik. Özüm qırmızı, sarı eləməmişəm. Bu yumurtalar da pişmişdi. Bunların üzərinə başqa cür naxış vuracağıq. Bundan ötürü mənə kağız dəsmal lazımdır. Hətta bunu biraz kiçildim. Yumurtanı bunun içinə qoyub belə bir boğça hazırlayırıq. Belə. Burasını düyünlüyürük və açılmasın deyənə belə bir rezindən istifadə edirik. İndi bunu qoyuram belə bir qaba və qurumağını gözləyirəm. Bu 2 yumurtanı da başqa bir üsulla boyayaq. Bundan ötürü mən şəkərli toz, parlaq toz istifadə etdim və yumurta ağı lazım olacaq. Bir fırça ilə bunu da istədiyimiz şəkildə naxışın vura bilərik. İndi bunu bu şəkildə yenə də bu yumurta formasına qaba qoyuruq. Yerləşdiririk ki, üst tərəfi qurusun. Bu şəkildə. Növbəti üsul üçün mənə belə bir qızıl yarpaqlar lazım olacaq. Üzərinə yumurta ağı çəkirəm.
Sonra isə bu vərəqləri beləsinə yumurtanın üstünə qoyub yenə də kistiçka ilə hamarlayıb, qırılsa da qorxusu yoxdur. Belə. İndi yumurtanın bu tərəfi biraz quruyandan sonra arxa tərəfini davam edərik. Bu yumurtalarımız hazırdır. Qalan yumurtaları mən bu şəkildə saxlayacağım. Bu boyamız da qurudu. Görək nəticəsini. Bu cür al-əlvan bir yumurta oldu. Bundan 2 dənə idi. Beləliklə yumurtalarımız hazırdır və xonçalarımızı bəzəyə bilərik. Novruz bayramı hər ailəyə ruzi bərəkət və əmin-amanlıq gətirsin. Videomu izlədiyiniz üçün təşəkkürlər.